Biz qul olmaq istəmirik şuarlarını yazandan sonra. Qondarma, saxta ittihamla həbs olunmasaydı, həbsxanaya salınmasaydı, indi utanırdı. Gənc, təhsilli, enerjili, demokratik düşüncəli bir Azərbaycanlı da həyatını bitirdi. Ona görə ki, o bu ölkədə dəyişiklik istəyirdi. Ona görə ki, qul olmaq istəmirdi. Ona görə ki, mübarizə aparıb dara düşmüş gəncləri tək qoymaq istəmirdi. Və buna görə Mehman Qələndərov məhv edildi. Əlbəttə ki, bir gün gələcək ki, rejimin bütün açılmamış cinayətləri kimi bu cinayətin də üstü açılacaq. Amma rejim özünün günahkar olduğunun fərqindədir. Özünü günahkar hiss etməsəydi, bu ölümü gizlətməyə çalışmazdı. Baxın, Mehmanın ölümündən sonra özlərini necə apardılar? Əvvəlcə çox absurd şəkildə artıq dostları tərəfindən görülmüş, artıq cəsədi görülmüş insanın ölümünü dandılar. Kamerasında sağ-salamatdır kimi absurd açıqlamalar verdilər. Yalnız ictimaiyyətin israrından sonra bu ölümü etiraf elədilər. Sonra da xəlvətcə cəmiyyətdən təcrid eləyərək gəlib burada tələm-tələsik dəfn elədilər. Mən bu ölümün cəmiyyətdən axıra qədər gizlədilə bilmədiyi üçün, bu cinayətin qismən olsa, heç olmasa açılması üçün göstərdiyi fədakarlığa görə hüquq müdafiəçisi Oqtay bəyə təşəkkür edirəm. Oqtay bəyin bu işdə çox böyük rolu oldu. Mehman Qələndərovun müəllim yoldaşı, bilirsiniz, Mehman bəy müəllim idi. 10 il kollecdə dərs demişdi. Onun müəllim yoldaşı Qələndər Muxtarlıya təşəkkür edirəm. Bu iki şəxsin cəsarətli mövqeyi olmasaydı, bizim heç bu cinayətdən xəbərimiz olmayacaq. Bax, beləcə gətirib gecənin bir aləmində burada yaxud başqa bir yerdə dəfn edəcəkdilər. Cəmiyyətə də Mehman Qələndərov hələ sağdır deyəcəkdilər. Amma görürsünüzmü? Cinayətləri gizlətmək olmur. Bütün cinayətlərin açılan bir məqamı olacaq. Hökumət nə istəyirdi? İstəyirdi ki, Mehman Qələndərovun ölümü cəmiyyətdən gizlədilsin və Mehman bəy cəmiyyətdən təcrid olunsun. Fikir verin, onun yasını da keçirməyi qadağan ediblər. Və bizim bu günləri bura, bu qədər çox insanla gəlməyimizin bir səbəbi də budur ki, hökumətin o planda pozulmalıdır. Biz artıq birinci planı pozmuşuq, bu işi örtbasdır eləyə bilmirlər. Hətta ABŞ Dövlət Departamenti səviyyəsində bu cinayətin açılması tələb olunur. Yəni bu məsələ artıq Azərbaycanın sərhədlərini də keçir. Artıq bütün dünya bilir ki, bu bir siyasi ölüm işidir. Deməli, bu məqsədinə hakimiyyət nail ola bilmədi. Örtbasdır eləyə bilmədilər bu cinayəti. İkinci məqsədlərinə də sizlərin sayəsində nail ola bilmirlər. İkinci məqsədi bu əqidə sahibi olan insanı cəmiyyətdən bütövlükdə təcrid eləməkdir. İstəyirdilər ki, onun yasına heç kim gəlməsin. Onun ölümündən heç kim xəbər tutmasın. Amma sizlərin sayəsində, millətimizin haqqa dayaq olan övladlarının sayəsində bu işdə baş tutmalı. Və mən sizin hamınıza təşəkkür edirəm ki, siz bu siyasi məhbus Mehman Qələndərovu kimsəsiz olmağa qoymadınız. Kimsəsizə kimsə olmaq nər kişinin işidir. Sizlər nər kişilərsiniz. Sağ olun ki, gəldiniz. Biz bir yerdə sonuncu borcumuzdan çıxaq və hər kəs Azərbaycanda bilsin ki, düzdür, haqqın nazildiyi məqamdır. Amma üzülməyəcək inşallah. Çünki Azərbaycanlıların içində bir haqq-ədalət sevgisi var. Və biz bütün əzlənləri, bütün vasitələrlə müdafiə eləməkdə davam edəcəyik. Hər kəs buna əmin olmalıdır ki, haqqı dediyi üçün təzyiqə məruz qalan, repressiyaya məruz qalan, həyatını itirmək təhlükəsi ilə üz-üzə qalan hər kəsi
öz doğma qardaşımız kimi qucaqlayacağıq. Ona sahib çıxacağıq. Sona qədər onu tərk eləməyəcəyik. Və sizin hamınızın birlikdə iştirakınızla mən Allahdan Mehman bəyə rəhmət diləyirəm. Və bununla da istəyirəm ki, bizim yoldaşlardan biri bir Fatihə oxusun. Biz Mehman bəyin 7 mərasimini başa vurmuş olaq.